dövlətin bir etikası, tərbiyəsi, dövlət tərbiyəsi. Bir də dövlətin ciddiyyəti. Mən həmişə deyirəm, adamlar qəribçiliyə sallar. Mən demişəm, bu ölkənin xilasının bir yolu da bilsin nədir? Ola bildiyincə sərt, amansız və sərt, amma o qədər də ədalət sistem. Demokratiya burada keçməz, ha. Sən təsəvvür elə sabah, ay demokratiya, seçki. Demokratik seçki mən sağ deyim. İndi parlamentə baxsan, Pənah Hüseynov, Arif Hacılı, nə bilim, İsa Qəmbər, nə bilim, orada, ya bu gördüyün ha, ortadakı, nə bu siyasətçilər var ha. Hamısı gəldi parlamentə. Bunlar Muhalefet Partiyası. Yox, bunlar hamısı gəldi parlamentə girdilər, düzdür. Bunlar hələ heç birinin əlində bir səlahiyyəti gücü yox. Bunlar 30 ildir bir-birini qanlaşmaya hazırdılar. Bunlar deputat kimi əllərinə səlahiyyət üçün də o parlament ya balaqana dönəcək ya da qan çanağına. Oradan sən qərar çıxardanməzsən ki. Ona görə sərt, olduqca sərt, amansızca sərt. Amma həm də ədalətli rejim deyirəm də, gedin Mehmet filminə baxın, Fatihlər Sultanı. Mehmet ən sevimli lalasını, müəllimini, ən sevimli başını cəllat kötüyünə qoyur. Son anda bəlli olur ki, lalanın günahı yox imiş. Durur qabağına deyir ki, mənim ürəyim, ciyərim yanırdı sənin başını oraya qoymağa. Amma mən ədalətdən caya bilməzdim. Dövlətin ədaləti sarsılardı. Bildin mi? Ədalətli, amma sərt rejim qurulmadıqca bu ölkənin xilası yoxdur. Yalan deyirlər, demokratiya bu ölkənin xilas eləməz. Demokratiya dedim, bax, gördüyünüz bu lotular var, bu siyasi lotular. Bunlar 30 ildir hakimiyyətdən çox, hökumətdən çox, bu dövlətin çox bir-birinlə mübarizə aparır. Bunlar hamısı əlində qaşıq görüm, nətər yıxın bunun qanunu için. Bu adamlar sabah gəlib parlamentə dolarsa, bugün əllərində heç bir səlahiyyəti, pencəyinə belə gül çatmayan adamlar bir-birinin qanuna bu qədər susamışkən, bunların deputat statusu və səlahiyyəti olacaqsa, o parlament ya qan çanağıdır, ya balaqan. Ona görə artıq demokratiya buranı xilas eləməz. Yalan deyirlər. Kim deyir, demokratiya danışır, yalan danışır. Demokratiyanı bu ölkədə artıq palavraya çevirir. Demokratiya olur. Məsələn ki, normal Avropada da durdular. Burada olmaz, burada demokrat, bunlar hələ heç nəyə gücü çatmıyor. Bir-birinin qanunu içməyə hazır olan adamlar. Birdən bir əllərinə, deputat elə belə şey deyil, deputat statusdur, səlahiyyət. Bunlar onda parlament qan çanağına çönər. Parlament olmalıdır. Amma bir daha deyirəm, sistem rejim, bütün parlamentindən, hökumətindən, nazirlərindən, dedikasından o qədər sərt, amansız. Həm də o qədər də ədalətdir. Ədalət caymamalı. Dövlətin, hər zaman dövlət öz ədalətini görk eləməlidir. Dövlət dediyin tanrı kimidir. Heç kim onu gözündən görmür, ondan salamlaşmaq olmur. Amma dövlət hər şeyi görür. Və hər aşamada haqlının haqqını, haqsızın cəzasını verir. Və ibrəti aləm eləyir ki, haqlı olarsansa, bu dövlətdə hər zaman dövlət sənin arxandadır. Haqsız olarsa, hər zaman dövlət sənin qarşındadır. Belə bir rejim qurulmalıdır ki, bu ölkə bir yana çıxsın, yoxsa demokratiyada da apartırlar. Nə demokratiya? Bu ölkədə demokratiyanın adı bunlar eləyiblər artıq. Yəni, yaranmış o şəraitdə demokratiya işləməz. Demokratiya işləməz üçün bir 50 il bu ölkədə o dediyim amansız sərt rejim, yəni daşlar yerinə oturmayınca, boş daşların üstündə hər şey qayar, sürüşər. Millət, dövlət qarışıq, kəlləmayallaq gedər. Xəzərin dibində balıqlara yem olarsın. Bunların qanı qoturada, onu istəyirəm, bunlara demokratiya olmaz. Bu demokratiya bıraxarsansa demokratiya muduna. Bunlar bir-birinin qanını içər. Onu kim bağışlayar? Yazırlar, götürürlər, yazırlar. Filan kəs. Qardaş, bu filan kəs o xaindir, bu satqındır, o nə bilim filandır. Adam qoymurlar ki, hamı bir-birinə satqın xain deyir. Belə vəziyyətdə demokratiya nəyi xilas eləyir? Demokratiya daha da bu ölkəni bitirər. Ona görə deyirəm, sərt, amansız rejim olmalıdır, amma indiki kimi yox. İndiki rejim sərtdir, amansızdır, amma o qədər də ədalətsizdir. Amma sərt, amansız, amma ədalətli rejim olacaqsa, o zaman bu ölkədə bir şeylər, daşlar yerinə oturur. Və zamanla demokratiya da olacaq, o zamanla normal, xoşbəxt gələcək də olacaq. Yox, o yoxdursa, belə indiki durum heç kimin kitabını oxumur.